Sabahınız xeyirli, gününüz uğurlu olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səviyyəsinin dəyərli izləyicilər. Bugün may ayının 13-üdür və sizlərə bir məsələni, bir sinoptik xəritələrin yenilənməsindən bir xəbərdarlıq nəzərinizə çatdırım. Bugündən etibarən ölkə ərazisinə yeni bir soyuq hava dalğasının gəlməsi gözlənilir. Bir qədər temperaturun daha aşağı düşməsi və yağıntıların bir qədər bol olması ehtimalı var. Bu proses ayın 13-dən başlayaraq düz 17-sinə dək davam eləməsi ehtimalı var və 17-sindən sonra yeni bir soyuq hava dalğası ehtimalı var. O barədə məlumat olacaq. Ayın 13-17-sində dək olan müddətdə Bakı, Abşeron yarımadasına, Sumqayıt və digər bölgələrdə Respublikamızın əksər bölgələrində yağıntıların olacağı, bəzi günlərdə isə küləklərin bir qədər daha şiddətli olması, temperaturların olduqca aşağı düşməsi gözlənilir. Bəzi dağlıq və dağətəyi bölgələrdə yağıntıların bir qədər intensiv və güclü olması, həmçinin yağıntıların ən çox düşəcəyi bölgələr qərb bölgəsi, şimal-qərb bölgəsi və şimal bölgəsi olacağı gözlənilir. Bu bölgələrdə xüsusən də şimal və şimal-qərb bölgələrində əksər yerlərdə temperaturun olduqca aşağı düşməsi, yəni belə deyək, yazda payız və qış ab-ı havası yaşaya biləcəyimiz bir günlərin olması gözlənilir. Bizi izlədiyiniz üçün təşəkkür edirəm və sizlərə minnətdaram. Sizləri çox sevirəm. Yaxşı ki, varsınız.